Bu video Güneş Sistemi seriyamızın ikinci hissəsidir. Əgər ilk videonu izləməmisinizsə, sağ yuxarıdakı ox vasitəsilə həmin hissəyə daxil ola bilərsiniz. Bu hissədə isə sizi Güneş Sisteminin daha uzaq, daha böyük və daha sirli üzvləri ilə tanış edəcəyik. Qaz nəhəngləri, halqalı planetlər və soyuq, qaranlıq sərhədlərdə yerləşən dünyaları birlikdə araşdıracaq. Hazırsınızsa səyahətimizə davam edək. Mars. Günəşdən sonra 4-cü sırada yer alan bu planet qədim dövrlərdən bəri insanların maraq dairəsində olub. Qədim Romalılar bu qırmızı planetə müharibə tanrısı Marsın adını veriblər. Onlar planetin göydəki qırmızımtıl parıltısını qanla bağlayırdılar. Maraqlıdır ki, qədim Yunanlılar da onu onların müharibə tanrısı olan Ares kimi adlandırırdılar. Marsda bir gün təxminən 24,6 saat çəkir. Bu da yer gününə çox yaxın bir göstəricidir. Amma Marsda bir il təxminən 687 yer günü qədər davam edir. Yəni fəsillər mövcuddur, lakin hər biri daha uzun sürür. Mars ölçü baxımından yerdən kiçikdir. Onun diametri təxminən 6779 kilometrdir. Bu, yerin diametrinin təxminən yarısı qədərdir. Kütləsi isə yerin cəmi 10%-nə bərabərdir. Marsın iki təbii peyki mövcuddur. Phobos və Deimos. Onlar çox kiçik, nizamsız formalı qayalıq obyektlərdir və ehtimal olunur ki, vaxtilə asteroid olub, sonra isə Marsın cazibəsinə düşərək peykə çevriliblər. Kosmosdan baxıldıqda Mars qırmızımtıl rəngdə görünür. Bu rəngin səbəbi onun səthindəki dəmirin oksidləşməsi, yəni sadə dildə desək paslanmasıdır. Elə buna görə də Marsa çox vaxt qırmızı planet də deyilir. Marsın səthində nəhəng dağlar, dərin dərələr, səhra düzənlikləri və donmuş qütblər mövcuddur. Marsda Güneş sistemindəki ən böyük vulkan Olympus Mons və ən uzun dərələrdən biri olan Valles Marineris yerləşir. Olympus Mons təxminən 22 km hündürlüyündədir. Bu, yer üzündəki ən yüksək dağ olan Everestdən 3 dəfə daha hündürdür. Marsın atmosferi çox incədir və əsasən karbon qazından ibarətdir. Oksigen çox azdır. Bu atmosfer nə nəfəs almaq üçün uyğundur, nə də mühiti qoruyan istilik örtüyünə malikdir. Buna görə də temperatur çox dəyişkəndir. Marsda temperatur gündüzlər müsbət 20-yə qədər yüksələ, gecələr isə -100 dərəcəyə qədər düşə bilər. Marsın səthində maye halda su yoxdur, amma orada buz halında donmuş su tapılıb. Eləcə də bəzi araşdırmalar Marsda bir zamanlar axar suyun olduğuna və bəlkə də həyatın ilkin formalarını yaşaya biləcəyini işarə edir. NASA və digər kosmik agentliklərin Marsa göndərdiyi cihazlar bu suala hələ də cavab axtarmaqdadır. Mars həmçinin insanların gələcəkdə yaşaya biləcəyi ilk namizəd planet kimi hesab olunur. Marsda koloniya qurmaq və orada qalmaqla bağlı layihələr davam edir. Elon Musk'ın rəhbərlik etdiyi SpaceX şirkəti bu hədəfə yönəlmiş fəaliyyətlər həyata keçirir və planların gerçəkləşməsi 2030-cu illərə proqnozlaşdırılır. Yupiter Günəşdən sonra 5-ci planetdir və ölçüsünə görə Güneş sistemindəki ən böyük planet hesab olunur. O qədər böyükdür ki, onun içərisində 1300-dən çox yer yerləşə bilər. Yupiterin kütləsi Güneş sistemindəki bütün digər planetlərin ümumi kütləsindən 2,5 dəfə artıqdır. Adını isə qədim Roma mifologiyasındakı tanrıların ən böyüyü olan Yupiterdən alıb. Yupiterin bir günü, yəni öz oxu ətrafında fırlanması çox sürətlidir və təxminən 10 yer saatı qədər çəkir. Bu, onu Güneş sistemində öz oxu ətrafında ən sürətli fırlanan planetidir. Lakin bir ili, yəni Güneş ətrafında bir dövriyyəsi təxminən 12 yer ili, yəni 4333 yer günü qədər çəkir. Bu nəhəng planetin diametri təxminən 142984 kilometrdir. Bu da yerin diametrindən 11 dəfə böyük deməkdir. Kütləsi isə yerin kütləsindən 318 dəfə çoxdur. Yupiterin peyklərinin sayı 90-dan çoxdur və bu rəqəm getdikcə artır. Ən məşhurları isə Io, Europa, Ganymed, Callisto adlı 4 nəhəng peykdir. Bu peykləri ilk dəfə 1610-cu ildə Galileo Galilei müşahidə etmiş və bu kəşf onun astronomiya tarixində böyük rol oynaması səbəb olmuşdur. Kosmosdan baxıldıqda Yupiter ağ, qəhvəyi, narıncı və qırmızımtıl rənglərdə olan bulud zolaqları ilə əhatələnmiş nəhəng bir kürə kimi görünür. Bu zolaqlar atmosferdəki güclü küləklərin və fırtınaların nəticəsində yaranır. Onun ən məşhur xüsusiyyəti isə böyük qırmızı ləkə adlı nəhəng fırtınadır. Bu fırtına təxminən 16.000 km enindədir, yəni yerdən daha böyükdür. Alimlər isə onun ən azı 350 ildir davam etdiyini düşünürlər. Yupiterin səthi yoxdur.
O, qaz nəhəngi sayılır və əsasən hidrogen və helium qazlarından ibarətdir. Dərinliklərə doğru bu qazlar sıxışıb may halına keçir. Daha da dərinliklərdə isə böyük təzyiq nəticəsində metal hidrogenə çevrilirlər. Bu da Yupiterin güclü maqnit sahəsinin əsas səbəblərindən biridir. Onun maqnit sahəsi o qədər güclüdür ki, yerin maqnit sahəsinin 14 qatına bərabərdir. Təxmini olaraq Yupiterin səthi olduğunu düşünsəydik, yerdə 80 kiloqram çəkiyə malik olan bir insan Yupiterin üst atmosferində təxminən 190 kiloqram ağırlıq hiss edərdi. Yupiterin səthində ölçülən orta temperatur -145 dərəcə Selsi ətrafındadır. Günəşdən çox uzaqda olmağına baxmayaraq, planetin içərisində öz enerjisini yayması səbəbindən atmosferində müəyyən qədər istilik mövcuddur. Bu daxili enerji onun fırtına sistemlərini qidalandıran əsas səbəbdir. Yupiter yalnız ölçüsü ilə deyil, həm də kosmosdakı qoruyucu rolu ilə tanınır. Onun güclü cazibə qüvvəsi çoxlu sayda asteroid və kometanı özünə çəkərək yerin qorunmasına yardım edir. Alimlər belə hesab edirlər ki, əgər Yupiter olmasaydı, yer bu gün daha çox asteroid zərbələrinə məruz qalardı. Elm adamlarının fikrincə, Yupiterin bəzi peykləri, xüsusilə də Avropa, buzla örtülmüş səthinin altında sulu okeanlar daşıyır. Bu səbəblə həmin peyklər gələcəkdə həyatın izlərini tapmaq üçün əsas tədqiqat obyektlərindən biridir. Saturn Günəşdən uzaqlıq baxımından 6-cı planet və Yupiterdən sonra ikinci ən böyük planet hesab olunur. Adını Roma mifologiyasındakı kənd təsərrüfatı tanrısı Saturnusdan alıb. Qədim zamanlardan bəri bu planet xüsusilə müxtəlif və aydın görünən halqaları ilə məşhurdur. Diametri təxminən 120.500 kilometrdir. Bu da yerdən 9 dəfə böyük olduğu mənasına gəlir. Kütləsi isə yerin 95 qatı qədərdir. Maraqlıdır ki, bu qədər böyük olmasına baxmayaraq kütlə sıxlığı çox azdır. O, əgər nəhəng bir okeana qoyulsaydı, su üzərində rahatlıqla üzə bilərdi. Bu da onu ən az sıxlığa malik olan planet edir. Saturn öz oxu ətrafında çox böyük sürətlə fırlanır. Bir günü təxminən 10 saat 33 dəqiqə çəkir. Lakin Günəş ətrafında tam dövr etməsi təxminən 29.5 yer ilinə bərabərdir. Planetin səthi yoxdur. O da qaz nəhəngidir və əsasən hidrogen və helium qazlarından ibarətdir. Daxilə doğru getdikcə bu qazlar sıxlaşıb may halına keçir və ən dərin təbəqələrdə metal hidrogen əmələ gəlir. Saturnun nüvəsinin isə qayalı və dəmirli maddələrdən ibarət olduğu ehtimal olunur. Kosmosdan baxıldıqda Saturn solğun sarımtıl rəngdə, üstündə paralel zolaqlar və mükəmməl simmetrik halqalarla görünür. Onlar əsasən buz parçaları, toz və qayalı hissəciklərdən ibarətdir. Bu halqalar 100 mindən çox fərqli hissədən meydana gəlib və bəzi yerlərdə minlərlə kilometrə qədər uzanır. Lakin qalınlığı cəmi təxminən 10-30 metr civarındadır. Saturnun hal-hazırda 146-dan çox təsdiqlənmiş peyki var və bu rəqəm zaman-zaman artır. Ən məşhur peyklərindən biri isə Titandır. O, Merkuri planetindən daha böyükdür. Titan, qalın atmosferə sahib olan yeganə peykdir və onun səthində mayelərdən ibarət göllər və çaylar vardır. Lakin bu mayələr su yox, zəhərli metan və etandan ibarət olan göllər və dərələrdir. Saturnun səthindəki orta temperatur təxminən -178 dərəcə Selsidir. Günəşdən uzaqda olduğu üçün çox az istilik alsa da, daxili enerji yayaraq zəif istilik mənbəyi kimi çıxış edir. Onun atmosferində fırtınalar, nəhəng qasırğalar və altıbucaqlı formalı qütb forması kimi maraqlı hadisələr müşahidə olunur. Bu altıbucaqlı forma planetin şimal qütbündə yerləşir. Təxminən 30.000 kilometr diametrində olan bu quruluş Saturnun atmosferindəki yüksək sürətli külək axınları nəticəsində yaranır. Uran Günəşdən uzaqlıq baxımından 7-ci planetdir və qaz nəhəngləri arasında ən soyuqlarından biri kimi tanınır. O, adını Yunan mifologiyasındakı səma tanrısı Uranusdan alır və maraqlıdır ki, adını Roma yox, Yunan tanrısından alan yeganə planetdir. 1781-ci ildə İngilis astronom William Herschel tərəfindən teleskopla kəşf olunan Uran, uzaqdan baxıldıqda solğun mavi-yaşıl rəngdə görünür. Bu rəng atmosferdəki metan qazının günəş işığını udması və yalnız mavi-yaşıl spektrini əks etdirməsi nəticəsində yaranır. Uranın diametri təxminən 50.700 kilometrdir. Bu da yer planetindən 4 dəfə böyükdür deməkdir. Kütləsi isə yerin təxminən 14.5 qatı qədərdir. Əsasən hidrogen, helium və metan qazından ibarətdir. Bu səbəbdən Uran bəzən buz nəhəngi kimi də təsnif edilir. Çünki qaz qatlarından başqa dərinliklərdə amonyak, su və metan buzlarından ibarət təbəqələr olduğu düşünülür. Uranın öz oxu ətrafında fırlanması çox qəribədir. O, demək olar ki, yan üstə çevrilmiş şəkildə hərəkət edir. Yəni digər planetlərə nisbətən təxminən 98 dərəcəlik bir meyillə fırlanır. Bu o deməkdir ki, Uranın qütbləri demək olar ki, Günəşə tərəf baxır. Bu
Bu vəziyyət planetin fəsillərini son dərəcə fərqli və ekstremal edir. Uranın bir günü təxminən 14 saat 14 dəqiqə çəkir. Bir il isə 84 yer ili qədər uzundur. Elm adamları Uranın belə meyilli fırlanmasının səbəbinin keçmişdə baş verən böyük bir toqquşma ola biləcəyini düşünürlər. Belə bir toqquşma planetin oxunu aşağı yuvarladaraq onu bu vəziyyətə gətirmiş ola bilər. Bu da planetin maqnit sahəsinin qəribə şəkildə mərkəzdən kənarda və əyri olmasına səbəb olmuşdur. Qaz halında olduğu üçün planetin səthində sabit yer yoxdur, temperatur isə olduqca aşağıdır. Bəzi ölçmələrə görə temperatur -224 dərəcə Selsiyə qədər düşə bilir və bu, Günəş sistemindəki ən soyuq planet temperaturudur. Bu temperatur Uranın daxili istilik mənbəyinin çox zəif olması ilə əlaqələndirilir. O, digər qaz nəhəngləri kimi daxildən enerji yaymır və buna görə də istilik baxımından passiv hesab olunur. Planetin halqaları da mövcuddur, lakin onlar Saturn halqaları qədər aydın və geniş deyil. Uranın 13 halqası olduğu təsdiqlənib və onlar daha çox toz və qara buz hissəciklərindən ibarətdir. Bununla yanaşı, Uranın 27 məlum peyki vardır və onların adları əsasən Shakespeare və Alexander Pope'un əsərindəki personajlardan götürülüb. Ən böyük peyklər arasında Titania, Oberon, Ubriel, Ariel və Miranda yer alır. Uran haqqında ən ətraflı məlumatlar 1986-cı ildə NASA-nın Voyager 2 zondunun yaxın keçidi zamanı əldə olunub. Günəş sisteminin 8-ci və ən uzaq planeti Neptun. Günəşə olan bu uzaqlığı onun səthindəki temperaturu son dərəcə aşağı edir və onu buz nəhəng kateqoriyasına daxil edir. Bu planet adını Roma dəniz tanrısı Neptunusdan almışdır və dərin mavi rəngi sanki adına uyğun olaraq bir okeanı xatırladır. Neptun 1846-cı ildə Alman astronomu Johann Galle və fransız riyaziyyatçı Urbain Le Verrier'in hesablamaları nəticəsində kəşf olunmuşdur. Bu, riyazi hesablamalara əsaslanaraq tapılan ilk planet kimi tarixə keçmişdir. Çünki onun mövcudluğu digər planetlərin orbitindəki sapmaların izahı ilə müəyyənləşdirilmişdir. Planet diametrinə görə Günəş sistemində 4-cü, kütləsinə görə isə 3-cü ən böyük planetdir. Neptunun diametri təxminən 49200 kilometrdir. Bu da yer kürəsindən təxminən 4 dəfə böyük olması deməkdir. Kütləsi isə yerin 17 qatından daha çoxdur. Neptun əsasən hidrogen, helium və metan qazlarından ibarətdir. Atmosferindəki metan günəş işığını qırmızı və sarı spektrunudur, yalnız mavi işıq əks etdirir. Bu da ona dərin, parlaq kobalt mavisi rəng verir. Lakin bu parıltının təkcə metanla izah olunmadığı düşünülür. Elmi araşdırmalar atmosferdə baş verən dinamik proseslərin də bu rəngin yaranmasında rol oynadığını göstərir. Neptun günəş ətrafında bir tam dövrünü təxminən 165 yer ilinə bərabər müddətdə tamamlayır. Öz oxu ətrafında fırlanması isə çox sürətlidir. Təxminən 16 saat davam edir. Maraqlıdır ki, bu sürətli fırlanma onun ekvator hissəsində genişlənməyə və qütb bölgələrinin daha yastı görünməsinə səbəb olmuşdur. Neptunun səthi yoxdur, çünki o qaz halındadır. Amma dərinliklərdə yüksək təzyiq nəticəsində amonyak və su buzu ilə qarışmış maye və bərk maddələri keçid bölgələri mövcuddur. Daxili temperatur olduqca yüksək olsa da, səthə yaxın atmosferdə -218 dərəcə Selsiyə qədər düşür. O ekstremal soyuqluq Günəşdən çox uzaq olması ilə izah olunur. Neptunun atmosferi çox aktivdir və 2100 km/saata çatan küləklərlə Günəş sistemində müşahidə olunmuş ən güclü küləklər burada baş verir. 1989-cu ildə Voyager 2 zondunun çəkdiyi görüntülərdə Neptun üzərində böyük qaranlıq ləkə adlanan nəhəng bir fırtına müşahidə olunmuşdu. Bu fırtına Yupiterdəki böyük qırmızı ləkəyə bənzəsə də, sonradan yox olmuş və başqa fırtınalar meydana gəlmişdi. Bu da Neptunun atmosferində daim dəyişən və enerjili hava sistemlərinin olduğunu göstərir. Neptunun 14 məlum peyki var. Onların ən böyüyü Triton tərs orbitdə hərəkət edir. Yəni digər peyklərin əksinə Neptunun fırlanma istiqamətinə qarşı dövr edir. Bu, Tritonun xarici bir səma cismindən tutulmuş olması ehtimalını gücləndirir. Triton həm də səthində geyzerlər və buzlu vulkanlar olan çox maraqlı bir peykdir. Neptunun bununla yanaşı halqaları da mövcuddur, lakin onlar çox zəif və qaranlıqdır. Bu halqalar da əsasən toz və buz hissəciklərindən ibarətdir. Hazırda Neptun haqqında bildiklərimiz əsasən Voyager 2 missiyası və Hubble teleskopu ilə əldə olunan müşahidələrə əsaslanır. Ucsuz bucaqsız kainatın içindəki kiçik bir Günəş sisteminə səyahətimiz burada sona çatır. Əgər bu səyahət sizin üçün maraqlı və düşündürücü oldusa, daha çox bu cür kosmos mövzusunda araşdırma videolarının gəlməsi üçün videomuzu bəyənməyi, paylaşmağı və ən əsasda kanalımıza abunə olmağı unutmayın. Kainat hələ çox danışacaq.
Biz isə onu dinləməyə davam edəcəyik. Növbəti videolarda görüşmək ümidilə.